Hər kəsə salam. Bu gün çox maraqlı bir riyazi misal ilə qarşınızdayım. Gəlin bu misalı ən asan, sadə üsulla necə həll edə biləcəyimizə birlikdə baxaq. Ardıcıl 15 natural ədədin cəmi 2085 olduğuna görə bu ədədlərin ən kiçiyi neçədir? Burada biz ilk öncə ən kiçik ədədi birinci ədəd n, ikinci ədəd n plus 1, üçüncü ədəd n plus 2, dördüncü ədəd n plus 3, beşinci ədəd n üstəgəl 4, altıncı ədəd n üstəgəl 5, yeddinci ədəd n üstəgəl 6 və bu ardıcıllıqla davam edərək 15-ci ədədi n plus 14 şəklində götürə bilərik. Bu ardıcıl ədədləri biz toplasaq 15n üstəgəl 1 üstəgəl 2 üstəgəlsin 14 ardıcıl ədədlərinin cəmi bərabərdir 2085 tənliyini ala bilərik. Buradan mötəzənin içərisində olan ardıcıl ədədlərin cəmini ardıcıl ədədlərin cəmi düsturundan istifadə edərək 15n üstəgəlinsin 14 vurulsun 15 bölünsün 2 şəklində yazaraq bərabərdir 2085 ala bilərik. 15n üstəgəlinsin 2 ilə 14 ixtisar getsə 7 vurulsun 15 üstəgəlinsin 105 bərabərdir 2085 şəklində yaza bilərik. 15n bərabərdir 2085 çıxılsın 105. 15n bərabərdir 2085 çıxılsın 105 bərabərdir 1980. N bərabərdir 1980 bölünsün 15. N bərabərdir 1980-i 15-ə bölsək, n bərabərdir 1980 bölünsün 15. 19-un içində 15 bir dəfə. 48-in içində 15 3 dəfə. 30-un içində 15 2 dəfə. N bərabərdir 132 alarıq. Bu ədədlərin ən kiçiyini soruşduğuna görə cavabımız 132 C variantıdır. Cavab C variantı. İzahı bəyəndinizsə, dəstək üçün kanalıma abunə olmağı, bildirişləri açmağı və bəyənməyi unutmayın. Yeni videolarda görüşərik.